Hər kəsə salam. Gəlin sınağa düşən 9-cu sinif short tekstlərinə izahına baxaq. 5-ci suala deyir ki, xüsusi deməli təklif. Bütün müştərilər 2 və daha çox kitab alan müştərilər bu həftə bir dənə pulsuz əlfəcin qazanacaq və bu sadəcə mağazada keçərlidir. Yəni onlayn keçərli deyil, mağazanın özündən almalısınız. Bu həftə deyil açıq deyil, təbii ki də mağaza açıqdır. Təklif bütün ay davam etmir. Mağaza sadəcə əlfəcin satmır. Sadəcə 2 və çox kitab alsanız biri pulsuzdur bu həftə. Amma mağazanın özündə deyir ki, əziz Cavidan, köməyin üçün təşəkkür edirəm məktəb işində. Doğrudan fikirlərin yaradıcı idi və mən sənsiz bunu tamamlaya bilməzdim. Sənə doğrudan da minnətdaram. Deməli, Sara işi tək görmədi. Sara kiminsə fikrini kopyalamadı və ya Cavidanın köməyini deyir, qəbul etmədi. Xeyr, qəbul edibdi də. Deyir, Cavidan fikirləri Sara üçün köməkçil olmadı və onlar sıxıcı idi. A da deyir, təbii ki də B idi. Cavidan Saraya kömək elədi. 7-də də deyir ki, deməli, valideynlər salam. Əmin olun ki, uşaqlarınız 5-ci gün idman dərsi üçün rahat paltar ayaqqabı geyinəcək. Tədbir səhər 9-da başlayıb axşam günorta 3-də bitəcək. Deməli, bu hər 5-ci gün olmur. Bircə gündür. Xüsusi deyir, forma lazımdır. Xeyr, rahat deyir paltar geyinsinlər. Ya cavab C-dədir. Günorta başlayacaq. AM səhər 9-dur. Bir də deyir, tədbir yazılı imtahandır. Xeyr, fiziki tərbiyə tədbiri falan deyir yəqin ki.